axirət və ölüm, bu dünyadan köçmək həqiqətdə budur ki, axirət indi də var. İndi də var. Haqq Taala peyğəmbər göndərib, imamlar, övliyalar göndərib ki, insanları hansı həyata dəvət etsinlər. Doğrudan da dünya həyatı beləmi olmalıdır? Yəni fəqət biz digər insanlar kimi, adi olar kimi ilə yaşamalıyıq. Böyle namazımızı qılıb, ibadətimizi edib, fəqət gözləməliyik ki, axirətdə məsələn bizə bu savab veriləcək. Fəqət düşüncələr yönəlib, fikirlər yönəlib axirətə ki, bizim bütün kamalımız, bütün hər nə verəcəklərsə axirətdə verəcəklər. Yəni İslamın, Qur'anın da, Allah Taala'nın, yəni övliyaların da nəzəri elə budurmu? Cavab budur ki, xeyr. Bu cür deyil. Dünya, düzdür ki, hədisdə də gəlib ki, dünya məzrəətul axirə. Dünya axirətin o əkin sahəsidir. İnsan, yəni məqsəd budur ki, əsas o bəhrəni biz, o əkini biçmək, bəhrə almağımız axirətdədir. Bəli, bu düzdür. Amma bu o mənaya gəlmir ki, insan dünya həyatında ikən o mənəvi kamalatdan məhrum olsun, onlara qarşı bihiss olsun, hissiz olsun, dərksiz olsun, dərk etməsin. Xeyr, övliyaların buyururlar ki, behişdə elə bu dünyadan başlayır. Axirət və ölüm, bu dünyadan köçmək həqiqətdə budur ki, axirət indi də var. İndi də var. Nəinki biz əməllərimizin mükafatını dünyadan köçdükdən sonra biləcəyik. Xeyr, hal-hazırda da biz ona çata bilərik.